Salam əziz yüksələn şirlər. 2026-cı ilin iyul ayı şərhinə xoş gəlmisiniz. Kiçik bir xatırlatma edim ki, proqnozlar hər zaman yüksələn burca görə hazırlanır. Yəni siz də yüksələn şirsinizsə, tam olaraq doğru yerdəsiniz. 22 iyula qədər Günəş Xərçəng burcunda, yəni sizin 12-ci evinizdə olacaq. Bu, arxanızdan qalan, nəzarətinizdən kənar sahəni göstərir. Hər il Günəş ildə bir dəfə 12-ci evinizdən keçir. Amma bu dəfə fərqli bir vəziyyət var. Çünki Günəş 12-ci evdədir və Merkuri də ona qoşulub. Üstəlik, Merkuri retro vəziyyətdədir. 12-ci ev nəzarətimizdən kənar sahədir. Günəş burada olduğu zaman insanın enerjisi bir qədər azalır. Əziz yüksələn şirlər, ürək damar sisteminizə diqqət edin. 12-ci ev həm də sağlamlıq evidir. Bu dövrdə daha çox öz daxili aləminizə çəkilə bilərsiniz. Çox şey düşünəcəksiniz, amma bunları ifadə etməyə bilərsiniz. Retro Merkuri isə qorxuları və narahatlıqları artıra bilər. Amma sakit olun. Bu dövrdə terapiyaya getmək, enerji çalışmaları etmək, meditasiya və mənəvi mövzularla maraqlanmaq çox faydalı ola bilər. Özünüzü rahatlatmağa çalışın və hər şeyi çox böyütmək. Əgər xroniki narahatlığınız varsa, bu dövrdə sağlamlığınıza xüsusi diqqət yetirin. Bu müddətdə planlarınızı və fikirlərinizi hər kəslə paylaşmayın. Çox yaxşı ideyanız uğurlana bilər. Dediyiniz sözlər təhrif edilərək başqa cür çatdırıla bilər. Hər kəsə asanlıqla etibar etməyin. Bu dövrdə gizli rəqabətləri və gizli düşmənçilikləri də hiss edə bilərsiniz. Müxtəlif dedikodular və xoşa gəlməz sözlər qulağınıza çata bilər. 22 iyuldan etibarən Günəş artıq Şir burcuna, yəni sizin birinci evinizdə keçir. Yəni yüksələnizdə olacaq. Parladığınız dövr başlar. Üstəlik, iyul ayında artıq Yupiter də Şir burcuna keçir və Günəş-Yupiter qovuşumu baş verəcək. Artıq özünüzə qapanmaq, tək qalmaq, daxilən özünüzü yemək kimi hallar geridə qalacaq. Artıq mən gəldim deyəcəyiniz dövr başlayır. Çox güclü enerji gəlir. İnsanların diqqətini çəkəcəksiniz. Karizmanız güclənəcək. Aura və görünüşünüz fərqli təsir bağışlayacaq. Bu dövr yeni münasibətlər və romantik tanışlıqlar üçün də uğurludur. Xüsusilə Merkuri retrosu bitdikdən sonra özünüzü daha rahat hiss edəcəksiniz. Günəş yüksələndə olduğu üçün yenə də sağlamlığınıza diqqət etməyiniz vacibdir. 22 iyuldan 3 avqusta qədər Günəş-Yupiter qovuşumu davam edəcək. Merkuri retrosu isə 24 iyulda bitir. Merkuri bir neçə gün sürət topladıktan sonra, yəni 27 iyul 3 avqust tarixlərində xüsusilə uğurlu bir dövrdür. Bu dövrdə yeni biznesə başlamaq, idmana başlamaq, yeni münasibət qurmaq, görünüşünüzdə dəyişiklik etmək və şəxsi inkişafla bağlı yeni qərarlar verə bilərsiniz. Hər kəsin həyatında həyata keçirmək istədiyi planlar olur. Əgər mümkündürsə, onları bu tarixə salmağa çalışın. 29 iyulda Dolça burcunun 6 dərəcəsində dolunay baş verəcək. Dolça sizin doğum xəritənizdə 7-ci evinizdir. Yəni münasibətlər evi. 7-ci evdə baş verən dolunay münasibətlərlə bağlı xəbərlər gətirir. Bu, hər cür münasibətə aid ola bilər. Məsələn, sevgi münasibətləri, evlilik, nişan, dostluqlar, iş ortaqlıqları, əməkdaşlıqlar. Dolunay zamanı bu münasibətlərin gələcəyi daha aydın görünəcək. Məsələn, bir münasibətiniz var və uzun müddətdir yaxşı getmir. Dolunay zamanı artıq kifayət deyib münasibəti bitirə bilərsiniz. Yaxud yeni tanış olduğunuz biri ilə münasibətin davam edib etməyəcəyi də həmin günlərdə aydınlaşa bilər. Əslində, bu pis dolunay deyil, sadəcə ayın əvvəlində Merkuri retrosu olduğu üçün müəyyən ünsiyyət problemləri yaşana bilər. Bəziləriniz evlənə bilər, həyat yoldaşınızın həyatında mühüm hadisələr baş verə bilər. Ailə ilə bağlı gözəl xəbərlər ala bilərsiniz. İş ortaqlıqları və ticari əməkdaşlıqlarla bağlı da müəyyən məsələlər aydınlaşacaq. Bu dövr tanışlıqlar və dostluqlar baxımından da çox xoş ola bilər. Yəni, yeni insanlarla tanış ola bilərsiniz. 7-ci ev məhkəmə və hüquqi prosesləri də idarə edir. Əgər davam edən hüquqi işiniz varsa, bu dövrdə hansısa məsələ aydınlaşa bilər. Vəkildən xəbər ala bilərsiniz və ya hüquqi prosesdə irəliləyiş ola bilər. Əgər Merkuri retrosu olmasaydı, bu ay demək olar ki, sizin üçün mükəmməl görünürdü. Yeganə diqqət etməli olduğumuz məqam Merkuri retrosudur. Amma xüsusilə 24 iyuldan sonra enerjiniz xeyli yüksələcək. İzlədiyiniz üçün təşəkkür edirəm. Yenidən görüşənədək.